Machiavelli deyir ki, heç vaxt hiyləgərlərin oynadığı oyunda adil olma. Çünki ona görə ədalət güclüləri dizə gətirmək, zəifləri isə uzatmaq üçün yaranmış bir silahdır. Başqaları sənə tələ qurduğu halda qaydalarla hərəkət edən şəxs cəngavər deyil, sadəcə ovçu tələsindəki sadə bir ovdur. Siyasətdə, döyüşdə, güc savaşında əsl hiyləgər qaydaları qoyandır və qaydalar hər zaman ancaq qalibi qoruyur. Xəyanətə dürüstlüklə cavab vermək silahsız döyüş meydanına çıxmaq kimidir. Yəni rəqiblərin quyudakı suyu zəhərləyibsə, sən suyu təmizləmək yerinə daha kəskin bir zəhərlə düşmənin suyunu zəhərləməlisən. Əxlaq qaydaları ancaq tac başında olduğu zaman uyğulana bilər. O vaxta qədər həyatda qalanlar isə qaydaları pozanlar, əyib bükənlər, öz qaydalarını qoyanlarındır. Tarix ədalətli olanlar yox, qaliblər tərəfindən yazılır. Əgər qazansan, hamı buna hiylə yox, siyasət deyəcək. Zəfər sənin bütün mənfilərini yox eləyəcək. Məğlubiyyət zamanı isə nə qədər yaxşı olursan ol, həmişə günahkar olacaqsan.